Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Missiya aktual verilişi ilə qarşınızdayıq. Bu dəfə sizə Göytürk əlifbasından danışacağıq. Artıq uzun bir müddətdir ki, Türk Ağsaqqalları İctimai Birliyinin mərkəzi ofisində gənclərə Göytürk əlifbası öyrədilir. Biz də bu barədə danışacağıq. Təbii ki, studiyamızın qonaqları ilə birlikdə. Studiyamızın qonaqlarını öncə təqdim edim. Qonaqlarımız Sabit Coculu, Artefakt Ovçuları Vətəndaş Təşəbbüsü qrupunun rəhbəri. Xoş gəlmisiniz. Növbəti qonağımız isə Yengi Ögey, müstəqil araşdırmacı, təlimçi, ekspert. Xoş gəlmisiniz siz də. Sizə bir neçə suallarımız var, hər ikinizə təbii ki aiddir və öncə sizə ünvanlayım sualımızı. Yəni artıq xeyli müddətdir bu təlimləri keçirsiniz. Yəni hazırda təlimin gedişatı nə yerdədir? Bu barədə istəyirik danışasınız. Əvvəla istəyirdim öz təşəkkürümü Tayyip Ağsaqqallar İctimai Birliyinin rəhbərliyinə bildirəm. Yəni bizim üçün bu cür şəraitlər yaradıblar ki, biz bu Göytürk təlimlərinin həyata keçirməyimiz üçün. Dekabr ayından təlimlərə başlamışıq. Təlim dedikdə bu hələ ki ilkin mərhələdə bir tanıtım kimidir. Yəni bu təcrübədə, praktikada olmadığı üçün bu yazı. Bunu hələ ki gənclərimiz üçün bir tanıtım kimi keçirilir Yengi bəy tərəfindən. Gedişatı belə tanıtım kimi normal şəkildədir. Yəni gənclər maraq göstərirlər. Bu əslində vacib bir məsələdir. Yəni yazının özünə gəldikdə tariximizə, birbaşa bizim kökümüzə bağlı bir amil olduğu üçün bunu da daxilən gənclərimiz hiss edir və çox gözəl dərslər keçir. Bəs sizcə bu təlim gənclərə nə verəcək? Nə düşünürsünüz? Bu təlim bir növ həm belə deyək, tariximizin öyrənilməsidir. Ona görə ki, yazı birbaşa tariximizə bağlıdır. Həm özünü dərk eləməkdir. Belə deyək, belə bir stereotiplər mövcuddur. Ümumiyyətlə dünyadakı yazılı millətlərin tarixi qədimdir. Yazısı olmayan millətlərin isə nisbətən tarixi gəncdir. Yəni onlar yeni formalaşmış bir millətdir. Sadəcə olaraq biz də gənclərimizə öyrətmək istəyirik, göstərmək istəyirik ki, bizim nə qədər zəngin tariximiz var, bizim nə qədər zəngin dilimizin tarixi var. Nə düşünürsünüz? Bu barədə məlumatınız varmı? Digər türk dövlətlərində də bu təlimlər keçirilir. Bəli, bəzi Türkiyədə mən bilən keçirilir bu təlimlər. Qazaxstanda keçirilir. Hələ ki geniş yayılmayıb. Amma Azərbaycanda da keçirilməsi bu müsbət bir haldır. Biz artıq bunu sistemləşdirib növbəti mərhələdə daha da təkmilləşmiş formada artıq üstün xətti və ona aid ədəbiyyatların çap olunmasıdır. İstəyirik ki, gənclərimiz dərindən öyrənsin. Konkretləşdirək, məqsəd tam olaraq nədir gənclərə öyrətməkdə bu təlimləri? Məqsəd odur ki, belə deyək, sadə dildə desək, məsəl üçün qonşularımızın yazıları var. İstər erməni qonşularımız olsun, istər gürcülər. Bizim millət tarixi platformalarda ümumiyyətlə belə bir baskıya məruz qalırlar ki, bizim yazımız var, bizim tariximiz var. Sizin məsəl üçün yazınız yoxdur, tarixiniz yoxdur. Amma biz onu göstərmək istəyirik ki, qədim türk yazısı birbaşa insanın həyatına bağlı bir amildir. Yəni bizim gənclər yaz belə deyək, o bir genetik koddur. Onu məsəl üçün gənclərimiz mənimsəyəndən sonra və daha da çox öz köklərini araşdırıb özünü dərk eləyib bir cəmiyyətdə bir vətəndaş kimi, qürurlu bir vətəndaş kimi formalaşacaqlar. Artıq qeyd etdik ki, suallarımız hər ikinizə aiddir. Siz özünüz keçirsiniz birbaşa dərsləri gənclərə. İstəyərdim ki, sizdən də eşidim təlimin gedişatı barədə məlumatları. Bu təlimləri demək olar Azərbaycanda ilk dəfə Beynəlxalq Türk Mədəniyyəti İrsi Fondu keçən ilin demək olar iyul ayında keçirdi və Qazaxıstandan mütəxəssislər gətirmişdi və mənə də cəlb elədilər bu təlimləri, yəni iştirak edeyim və uşaqlara təlim keçim. Sonra bu təlimlərdə əsasən bizim bu Ağsaqqallar Türk təşkilatının gəncləri çox iştirak edirdi, həvəs göstərirdi. Sonra da bu təşkilata müraciət etdilər gənclər və bunları bu təlimdə burada keçirilsin, bu təşkilatda keçirilsin və mən də təmənnasız olaraq gəldim və iştirak etdim və uşaqlara necə lazımdır
həm türk damğaları, simvolları, ondan sonra qədim türk sözləri, belə yəni nəsə bir ümumi bir dərslər keçdik biz, yəni tanışlıq üçün. Əsasən tanışlıq üçün hələlik bizdə vəsait çatışmır, kitab lazımdır, üstü xətlər lazımdır filan beyaman. Ancaq tanışlıq olaraq yəni biz bunları uşaqlara keçdik. Və uşaqlar da razı qaldılar. İnşallah onlara da sabahda zətdə bunlara sertifikat verəcəyik biz. Və bunu biz xalqımıza artıq tanış eləyək bu təlimləri. Və hətta mən istərdim ki, bu axırda bu Təhsil Naziri də bunlar maraqlansın və hətta dərslik də hazırlansın bu sahədəki uşaqlar bir tanış olsunlar. Yəni bu əsasən türkün mədəniyyəti, keçmişi, hər şeydir. Yəni demək olar bu damğalar. Və bu damğalar bizi bağlı daha kökümüzə, daha qədim kökümüzə bağlayır. Bunlar bilməyimiz hamımız üçün lazımdır. Tək gənclər deyil, böyüklər də bilməlidir. Gənclər Göytürk əlifbasını asanlıqla öyrənə bilirdimi? Əlbəttə, bizim uşaqlar hamısı maşallah bacarıqlı və çox zəkalı uşaqlardılar. Çox da həvəslə gəldilər, öyrəndilər və iştirak elədi. Mənim çox xoşum gəldi. Yəni adama yazı enerji verir, güc verirlər ki, bunlar gəlirlər, təlimlər iştirak edirlər, yazırlar filan edirlər. Yəni məsələ budur ki, biz bu əlifbanı niyə öyrənməliyik? Nə zəruriyyəti var ki? Gənclərə nə əlavə edəcək? Gənclər də bütün xalqımıza, yəni tək gəncləri ayırmaq bu gənclər üçün deyil, xalqımız üçündür. Bu birinci mərhələdə bizi bağlı dərin kökümüzə. Bu bir dənə açardır, keçmişimizə bağlamaq. Bu damğaları öyrənmək. İkinci məsələ budur ki, bu damğalar bizim həyatımızda gündəlik bizim həyatımızda iştirak edir. Yəni bizim hətta mətbəximizdə də var bu damğalar, memarlığımızda var bu damğalar, xalçalarımız üçün necə lazımdır bu damğalar, həmin yazı damğalarımızdır. Damğalar vardılar. Yəni görürlər, uşaqlar, yəni hamı görür, gündəlik olanı rast gəlir. Təsəvvür elə məsələn bir də paxlava alırıq biz Çində paxlava. O damğadır. Rompudur, ortasından bir nöqtə. Həmin o işarə yazı damğası kimi yəni bizdə vardı. Yəni qədim əlifbalar tüylərinin yazı damğalarında vardı, iştirak edir və n səsi verir və ana kimi oxunur. Demək olar anga ana. Yəni ki ana, ulu ananı birini aşılır bizə. Yəni ona görə deyirəm ki, bunu öyrənməmiz hamımızın lazımdır. Hətta bizim tarixçilərimiz də öyrənməlidir. Yəni bizim bir çatışmayan bir məsələmiz var ki, yəni açılmamış bizim tariximiz vardı. Məncə bu damğaları öyrənməklə biz onları aça biləcəyik. Yəni çox önəmlidir. Yengi bəy, bəs sizin məlumatınız varmı digər türk dövlətlərindən bağlı? Yəni bu əlifba oralarda da mı öyrədilirmi? Bu rəsmi olaraq məktəblərdə keçirilmir mən biləni. Və Türkiyədə bir gənclər vardı, Türk dili dərnəyi yaradıblar. Yəni özləri təşəbbüs göstəriblər və yəni bir təşkilat olaraq yəni keçirlər, yəni gənclərə dəvət edirlər, ondan sonra kitablar yayınlayırlar filan edirlər. Orada da bir onlar nə istəyirlər bu güncəlləşdirsinlər. Bu yəni gündəlik bizim yazı sistemimizə girsin. Onlar çalışırlar, həqiqətən əziyyət çəkirlər. Amma onlar bir səhv edirlər ki, bizdə deməli bu əlifba üçün qədim türk əlifbasıdır. Əlifba deyəndə damğalardır, yazı damğalarıdır. Və o zaman deməli bizim dilimizdə bəzi sözlər yəni ki, sonradan səslər sonradan bizim dilimizə giribdi. Ərəb dilinin, fars dilinin, başqa dillərin təsirini giribdi. 7-8 dənə damğa çatışmır burada. Yəni səs çatışmır ki, orada işarələr yoxdur, damğalar yoxdur. Onlar özlərindən yəni bir götürüblər, onları da artırıblar. Yəni öz başına bir düz iş deyil. Çünki hər millət özləri götürüb artırsa onu, o qarma-qarışıq çıxacaq ortalıqda. Məsələn, Güney Azərbaycanda uşaqlar onları öyrənirlər. Onu çatışmaya 7-8 hərfi özlərini onlar da başqa bir damğalar artırıblar. Məncə bu əgər şeydir, bu Türk Dövlətlər Təşkilatı məsələn yığışdılar. Bizim deməli ortaq türk əlifbası çıxartdılar. Yəni həmin təşkilat yenə yığışıb bu damğaları, yəni çatışmayan damğaları yəni yerinə qoysalar, müasir dildə yəni işlətmək olar. Müasir yazıda işlətmək olar. Yəni simvolik olaraq, indi mən demirəm keçək, bütün keçək olar, amma simvolik olaraq biz türkliyimizi bildiyimiz üçün bizim yəni çox onların damğaların yəni çox belə kutsallığı vardı, çox belə gücü vardı, enerji var. Onları öyrənəndən sonra həqiqətən də adamda güc hiss edir, türkliyi hiss edirsən. Yəni o cümlə yəni qavrayırsan yəni o damğaları biləndən sonra. Onları yəni mütləq biz öyrətməliyik uşaqlarımıza, gənclərimizə, onları başlasınlar. Və mən istərdim ki, məsələn, gələcəkdə indi ortaq türk dili yaranacaqdı. Yəni iş gedir bu sahədə, ortaq türk dili yaranacaqdı. Mən istərdim ortaq türk dilinin əlifbası həmin bu yazı damğalarımız, əski türk yazı damğalarımız olsun. Yəni mən çox istərdim bunu ki, bir dəfə latından qırılsın və ortaq dil yaranırsa, ortaq o əlifbadan ki, yəni damğalardan ki, yaranacaqdır, əgər yaradacaqlarsa, yəni mən bunu da istərdim ki, yaratsınlar. Ondan istifadə əlifbası olsun bu damğalar. Mən yəni bu çox arzumdur və inşallah da ki, bəlkə alındı, bəlkə də demin zamandır indi, qalıbdır bizim indi
dövlət başçılarımızın təşəbbüsündən. Və son olaraq sizdən də soruşum, bu əlifbanın öyrədilməsinin konkret məqsədlərini. Məqsəd budur ki, yəni yayılmalıyıq, bu mədəniyyəti yayılmalıyıq. Yəni biz onları öyrətməsək damğaları, biz xalçalarımızın kodlarını aça bilməyəcəyik. O 100%-dir. Yəni biz o damğalar ki, o yazı damğalar vardı, hamısı bizim xalçalarımızda vardı. Çox mütləq biz onları öyrənməliyik. Buradan heç kəs kimsə girməyib onlara. Girməyiblər, yəni girə bilməyiblər. Yəni bizi elə uzaqlaşdırıblar ki, bizim kökümüzdən, əslimizdən. Biz ora giririk, heç bir alim buradan onları girib araşdırmır ki, nədir. Onların da çox yəni bu damğaların mən demirəm kimsə bu əlifba formasında deyil ki, deyəm məsələn filan ildən başladı yarandı, kimsə yaratdı. Bu tarix boyu yaranıb. Bunun 7-8 min il qabaq, 10 min il qabaqdan izləri vardı. Belə gəlib qabağa da ta təkmilləşibdi və axırda da ki, xaqanların yazı sistemində artıq o fərmanlar zaten hamısı bu damğalarla yazılıbdı və nümunələr də vardı. Orxon Yenisey hövzəsində, ondan sonra Orxon çayının hövzəsidir, bir də Yenisey ətrafındakı o xalqı yazıbdı, o məzardaşlar azadı filan belə. Formalaşıb axırda bu səviyyəyə gəlib və sonra ancaq təəssüflə qırılıbdı. Yəni ortada yəni bu İslam, bəlkə ola bilsin İslamın təsirinə ki, ərəb dili artıq geniş yayılıbdı. Tüylə artıq onu unudublar. Ancaq onun kitab forması da var. Yəni o damğalar artıq təhtdaşların üzərində yox, sonra kitaba da keçiblər Uyğur bölgəsində. Kitablardan bir dənə kitab qalıb bura qədər kağız üzərində. İrq-bitik, yəni fal kitabı da adı. Ancaq ayrı kitablardan, ayrı məktublardan da, yəni yazılardan da nümunələr qalıb. 80-ə yaxın, 100-ə yaxın nümunələr var da muzeydə saxlanılır. Səhifələrdir ancaq belə ki, o işlənibdi artıq. Yazı, yəni kağız üzərində də işlənibdi. Hər ikinizə təşəkkür edirik ki, dəyərli bilgilərinizi bizimlə bölüşdünüz. Bizdən bu günlük bu qədər. Verilişimizin növbəti buraxılışlarında görüşərik. Sağ olun.